Salam hörmətli izləyicilər, mən Kənan Zülfqarov, Kürdəmir Regional Təşkilatın sədri. Bu bina, gördüyümüz bina Kürdəmir rayonunun dəmir yol vağzalıdır. Neçə illər idi ki, həmin bu vağzal fəaliyyətdən dayanmışdı. Yəni qatarların gedişi gəlişi də məhduddur idi. Hal-hazırda təmir işləri gedilir. Kürdəmir rayon icra hakimiyyətinin başçısı cənab Elşən Həsənlinin tapşırığına əsasən, onun fikri, məsləhəti nəticəsində Kürdəmir rayonunun dəmir yolu vağzalı artıq bərpa halındadır, bərpa olur və burada da qatarların hal-hazırda dayanması, gedişi, gəlişi də təmir olunur. Mən bina çəkirəm, bina hal-hazırda remont olunur. Sürət qatarında burada dayanması nəzərdə tutulur? Yox, dayanır, bəli. Sürət qatarının burada dayanır hal-hazırda. Bərbad halda olan, Kürdəmir rayon dəmir yolu vağzalı hal-hazırda öz bərpası olur. Çox sağ olsun. Burada əziyyət olan insanlar sağ olsun. Kürdəmir rayon icra hakimiyyətinin başçısı cənab Elşən Həsənli sağ olsun ki, biz Kürdəmirlərə belə bir gözəl bir dəmir yolu vağzalı qeyd edir və hal-hazırda bax remont gedir. Şu zavanda olsun. Və bax əbədiyyətə qovuşan Kürdəmir rayon dəmir yolu xətti vağzalı, bugün dəmir yol xətti ilə əlaqədar, cənab başçının tapşırığına əsasən, burada təmir işləri gedir və buradan inşallah bütün bölgələrə, yaxın vaxtlarda bütün bölgələrə sərnişin sürət qatarları burada dayanıraq yenə həminki kimi bölgələrə gedəcək, çatdırılacaq. Çox sağ olsunlar Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Kürdəmir rayonuna gələn Kürdəmir rayon icra hakimiyyətinin başçısı cənab Elşən Həsənli çox sağ olsun. İctimai nəzarətçi kimi Kürdəmir rayon təşkilatının sədri kimi öz adından və üzvlərimiz adından Kürdəmir rayon təşkilatının üzvləri adından Kürdəmir rayon icra hakiminin başçısına və komandasına təşəkkürlər edirik. Hörmətlə Kənan Zülfqarov, Kürdəmir regional təşkilatının sədri.